Uşaqlar Dünyası təqdim edir. Məstanə Sadiqiyəm və bu gün Azərbaycanın ən gözəl nağıllarının biri Əkinçi qızını sizə oxuyacağam. Bu nağıl Azərbaycanın ən gözəl nağıllarındandır ki, Səməd Behræncinin əl yazı dəftərində gəlibdir. Mən ilə yol bir olun. Əkinçi qızı. Günlərin bir günündə Şah Abbas durar vəziri götürər, gedərlər şikara. Çöllü bərri biyabanda görərlər, qoca bir əkinçi var. Şah Abbas görər ki, qoca çox dünya görmüşdü. Deyər, qoca əmi, uzaqdasan, yaxında. Qoca Şah Abbası tanıyar. Deyər, uzaqdaydım, indi yaxındayım. Şah Abbas deyər, ikidəsən, üçdə. Qoca deyər, ikidəydim, indi üçdəyəm. Şah Abbas deyər, ikidəsən, dörddə. Qoca deyər, ikidəydim, indi dörddəyəm. Bu cür söhbətləşərlər. Qoca deyər, bizim evə qonaq olun. Bu yol padişahı, vəziri götürər aparır evinə. Qocanın bircə qızı var idi, bir gözü çer idi. Qız deyər, dədə, arpa kökəsinə necə qoyaq qonaqlarımızın qabağına? Qoca deyər, olsun, eybi yoxdur. Şah Abbas görər, qız bilici qızdır. Başdan yuxarı baxar deyər, qoca, buxarı yaxçı buxarıdır, başı kəcdir. Qız qaydar deyər, kəcliyini nə eləyirsən, tüstü çəkməyinə bax. Şah Abbas barmağın dişlər, çörək yeyərlər, durarlar getməyə. Qaydar padişah qocaya deyər, qaz göndərsəm, otararsan? Qoca deyər, ax necə, ustasıyam. Şah vəzir gələrlər, yetişərlər şəhərə. Vəzir soruşar, şah sağ olsun, o sözlər nə idi danışdınız? Şah Abbas deyər, get qocadan soruş, öyrəş. Vəzir görər, özünü saxlayanmır, gələr qocanın yanına. Qoca deyər, hər sözə 100 tümən alaram deyərəm. Vəzir qəbul elər. Qoca deyər, o ki padişah soruşdu, uzaqdasan, yaxında, mənim gözlərimi soruşdu. Mən də dedim, yaxındayam, yəni uzağı görənmirəm. O da ki soruşdu, ikidəsən ya üçdə, yəni əsa ilə yol gedirsən ya yox. Mən də dedim, üçdəyəm, yəni bəli, əsa ilə gedirəm. Orada ki dedi, ikidəsən ya dörddə, eynəklərimi soruşdu. Mən də dedim ki, dörddəyəm, yəni eynək taxaram. Qazda ki, sənsən, göndərdi yoldum. Vəzir deyər, o nə mənədir ki, buxarı yaxçı buxarıdır, amma başı kəcdir. Qoca deyər, onu da qızım bilər. Gələr qızın yanına. Qız deyər, mən onu tanıdım, bildim ki, padişahdır. Arpa kökəsini də özümü deyirdim. O da dedi ki, qız yaxşı qızdır, amma gözü çeridir. Mən də dedim ki, çerliyinə baxma, əlinin işinə, üzünün başaracığına bax. Vəzir örgəşər gələr. Şah Abbas deyər, vəzir, o qızı gərək alasız mənə. Vəzir adam göndərər ki, qoca qızını padişah istəyir. Qız eşidər, söz göndərər ki, mən gələnmərəm. Padişahın əlində sənət yoxdur. Adamdır, işdir, elə olmadı, belə oldu. Padişahlıqdan düşdü. Hardan çörək qazanar? Mən ac qalaram, getsin sənət örgəşsin, sonra məni alsın. Şah Abbas öz-özünə deyər ki, qəribə işdir. Əkinçi babanın qızı da ifadəyə bax. Nə qədər elər olmaz. Qız deyər, toyuq bir qışlıdır ki, bir qışlıdır. Sənət örgəşməsə, gəlmərəm ki, gəlmərəm. Şah Abbas məcbur qalar gedər, həsir toxunmaq örgəşər. Qız deyər, hə, indi gələrəm. Şah Abbas verər, toy tabağı ilə qızı gətirərlər. Şah Abbasın bundan Sefay, 2 arvadı daha var idi. Bir gün istəyər arvadların ağıllarını yoxlasın. Böyük arvadın yanına gedər, deyər, xanım, sən səhər çağı nə təhər aylarsan? Deyər, mənim həyətə getməyim olar, aylaram. Bundan sonra durar, gedər taza arvadın yanına. Deyər, xanım, sən səhər çağı nə təhər aylarsan? Qız deyər, padişah sağ olsun. Səhər çağı behiştin qapıları açılar, bir xoş yiyəcələr, o məni ayıldar. Padişahın bir məhəbbəti varsa, min olar. Görər, layiq qızdır. Günlərin bir günündə Şah Abbas dərviş paltarında gedər bir qəssab dükanına. Durar növbəyə ət alsın. Qəssab başı deyər, baba dərviş, əyləş içəridə verək. Şah Abbas içəri gəlmə həman ayağının altı cumar, düşər bir qaranlıq yerə. Görər ki, özündən sonra ayrı adamlar da vardır. Deyərlər ki, bu dükkanda adam əti satırlar.
Bizi də tutublar ki, öldürsünlər, ətimizi satsınlar. Şah Abbas görər ki, işi pisə çəkib. Bir gün oturmuşdular, bir nəfər gəlir ki, dur gedək, növbə sənindir. Padişah deyər, mənim ətimdən neçə qazanarsınız? Deyərlər ki, filan qədər. Şah Abbas deyər, mən yaxşı həsir toxumaq başarıram. Məni öldürməyin, sizə həsir toxuyum. Aparın, satın, 100 o qədər pulu qazanın. Deyərlər, yaxşı. Küləş alırlar, gətirərlər, Şah Abbas başlar həsir toxumağa. Toxuyar həsirin bir yanında yazar ki, vəzir, amandır, qoşun götür gəl. Filan yerdə qalmışam, 100 tümən desələr 500 tümən bir həsiri al. Həsiri qurtarar deyər, apar o filan küçüyə, orada yaxçı pula gedər. Həsiri küçədə dolandıranda vəzirin gözü sataşar Şah Abbasın xəttinə. Bilər ki, nə var? 100 deyərlər 500 verər, həsiri alar. Tez qoşun götürər, gələr qəssab dükanını döyərlər. Şah Abbası çıxardar, dükanı dağıdar, gələr evə. Şah Abbas ikinci qızın ağlına heyran qalar, məhəbbəti lap çoxalar. Siz də bəyəndiyiniz ən gözəl kitablardan, nağıllardan, oyunlardan və şiirlərdən video çəkib və bizə göndərin ki, həm öz adınızda bizim kanalımızda yayılsın, həm də bizdən hədiyyə alın.